Ey insanlar, doğruları bilmək hər kəs eşitmək istəməz. Acı bir şeydir. Gəl bir sual verim sizə. Dünya mediaları var, dövlət kanalları. Hansı dövlətin kanalı olursa olsun, Amerikadan tutmuş Rusiyaya qədər. Bir şərhçi, bir politologun orada dediğini işittinizmi ki, dünyada bu gedən savaşlar insan azaltması üçün və şəhərləri çöktürmək, təzə dünya, təzə eriyanın yaratmaq üçün elədiyini. Hər kəs nüvə sazişi üçün maraqlar üzərində şərhlər eləyir, danışır, insanlara bunu çatdırır. Halbuki bu savaşlar olmayacaq, bunu görmürəm deyən çox tanınmış politologlardan bir çoxları da yenə də dövlət medialarında şərhlər eləyir. Amma bu qədər doğru proqnozları verən, adimdən getmir ha tək söhbət. Dünyanın hər bir yerdə mənim kimi bu cür şərhlər verən insanlar olur. Və kinolar olub, Jirinovski kimi insan oldu, götürdü aradan hər neysə. Bir adam gördü ki desin, hansızsa bir dövlət kanalında bir şərh eləyən, qısa konkret, bu insan azaltması üçün düşünülmüş savaşlardır deyən. Varmı bu? Varmı elə bir dövlət kanallarından birində söhbət Azərbaycan getmir, bütün dünyanın bir yerində? Varsa, göstərin biz də bilək. Niyə bunu demirlər, yoxsa deyənləri qoymurlar mı? Qalanda özünüz düşünün. Əgər doğru mu deyirəm, səhv mi deyirəm, dünyada gedən proses həqiqətən mən deyən kimi deyilsə, deyirəm ki, deyil. Şərh etdiyi insanlara qulaq asaraq, biz onların şərhləri ilə fikir formalaşdırırıq ki, neftə görə, nələrə görə sübüyə savaşlar gedir. Bütün dünyada gedən proseslər, Amerikada 5 dənə prezidenti tanıyıram dəyişilib, hamı eyni qərarlar getdikcə şişirdərək ölümlərə getirdilər. Əgər bunu bugünə qədər ziyalılar, şərhçilər görmürsə, vay sizin politolog ağıllarınıza ki, ya da ki, onu deyənlər qoymursa, vay sizin, bizim hamımızın ağıllı kəslərin, sivillerin canına, hayına. Mənim kimi insanlar lağ eləməklə öz ölümlərimizi yaxınlaşdırdığımızı heç vaxt biz bunu unutmamalıyıq. İspanya qalxıb bütün ayağa deyir ki, dur. Bütün dünya dur ayağa, siviller hamısı, bütün nə qədər millət varsa, bütün dünya, bütün insanlar, siviller ayağa durup bu savaşları durğuzmalıdır. Yoxsa artıq bu bölgə savaş halına gətirir. Bu vaxtacan ölkələr arasındaydı. İndi bölgədə bir çox savaşlar, bölgə savaş, sonra da gəlib çıxacaq həmən o savaş olmayan bütün dünya savaşı. Yəni bunu bütün İngilizdən tutmuş Amerikanlıya qədər eşitməlidir. Nə olsun ki, mən bir baxıcı ekstrasens adlandırdığı adam bunu deyir. Bəlkə reallıq yoxdur, yalan deyirəm. Hər özünün aşağını, canını, ailəsini sevən bir kəs bugün gedən gedişatları doğru analiz edib başa düşməlidir. Dünyada konkret insan azaltması üçün proses gedir. Bunu başa düşməməsi üçün gərək onun çiyinlərin üstündə olan baş olmasın. Üzürlü say bu cür ifadəyə görə mən elə düşünürəm. Sağ olun.